Bu dəfə yolumuz Şəhid Nuran Mirzəyevin adını daşıyan Quba rayon Dağlı kənd tam orta ümumi təhsil məktəbinin kitabxanasına düşdü. Kitabxanaçı Nərminə Seyidməmmədovanı tanıyaq. Nərminə xanım 37 ildir ki, kitabxanaçı işləyir. Bu illər ərzində peşəsinin vurğunluğu ilə məktəbin müəllim və şagird kollektivinin rəğbətini qazanmışdır. Ömrünün çox hissəsini kitablar arasında keçirən Nərminə xanım vaxtaşırı özü də mütaliə edir. Yeni gələn bütün kitabları ilk olaraq özü mütaliə edir, sonra şagirdlərə tövsiyə edir. Tez-tez uşaqlarla bədii kitabların müzakirəsini təşkil edən Nərminə xanım eyni zamanda Həkəri qəzetinin fəal oxucusudur. Kitabxana gəzərkən Həkəri qəzetinə həsr olunmuş xüsusi güşə diqqətimizi cəlb etdi. Nərminə xanım qeyd elədi ki, müəllimlərlə, laborantlarla birlikdə Həkəri qəzetinin bütün nömrələrini birgə oxuyur və müzakirə aparırıq. Burada yazılan şeirlər, dərc olunan məqalələr və şəhidlərimizə ayrılan xüsusi güşələr bizi çox maraqlandırır. Həkəri qəzetinin Qubanın bir məktəbində belə özünə yer açması bizi çox sevindirdi. Nərminə xanım işinin peşəkarcasına yerinə yetirdiyi üçün bu xanımı ürəkdən təbrik edirik. Ona daha da uzun illər bu sənətdə çalışmağı arzulayırıq. Nərminə xanım, sizə möhkəm can sağlığı, işinizdə uğurlar arzulayırıq. Həkəri qəzetinin şöbə müdiri Ülkər Şıxməmmədova, Quba.